Son illərdə Qazax rayonunun da yolları mərhələli şəkildə yenilənir. Qazaxbəyli, Orta Salahlı, Aşağı Salahlı, Yuxarı Salahlı, Kəmərli, Kösalar, Daş Salahlı, Ürkməzli, Dəmirçilər, eləcə də bir çox kəndlərə gedən yollar yenidən qurulub. Hazırda isə Balacəfərli və Xanlıqlar kəndlərinin yolları əsaslı təmir olunur. Yaxın vaxtlarda tikinti işləri tam başa çatdırılacaq. Xanlıqlar və Balacəfərli Qazaxın Ermənistanla sərhəddə yerləşən kəndlərindəndir. Bu kəndlərə gedən yol yararsız vəziyyətə düşdüyündən hazırda əsaslı təmir olunur. Tikinti işləri ümumi uzunluğu 14 kilometr olan Qazax Uzuntala Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 12,8 kilometrlik hissəsini əhatə edir. Əvvəllər yolumuz çox bərbad vəziyyətdə idi. Demək olar ki, heç hərəkət eləmək olmurdu. İndi şükür Allaha, asfaltımız çəkilib, baxırsan hər tərəf yaxşıdır. Demək olar şəraitimiz də yaxşıdır. Yol müasir standartlara uyğun şəkildə çəkilir. Balacəfərli kəndi ərazisindən keçən hissədə tikinti işləri artıq tam başa çatdırılıb. Hazırda yolun Xanlıqlar kəndi ərazisindən keçən hissəsi asfaltlanır. Yeni yolun çəkilməsi istiqamətində aparılan bütün işlər demək olar ki, son mərhələdədir. Bunun üçün yola xeyli sayda texnika cəlb olunub və hazırda yolun asfaltlanma prosesi həyata keçirilir. Bu yol Sovet dövründən çəkilmiş Ermənistana görə yoldur. Bizim rayon, bizim kənd Sərə kəndi olduğuna görə müharibə dövründə və sonradan bu yol dağılıb bərbad vəziyyətə düşmüşdü. Keçilməz haldaydı. Yağış yağanda, havalar pis olanda ümumiyyətlə bu yollardan keçilmək qeyri-mümkündür. Əhalinin gedib gəlməsi çox çətin vəziyyətdə idi. Tezliklə yolun Xanlıqlar kəndindən keçən hissəsində də tikinti işləri yekunlaşdırılacaq və sakinlərin istifadəsinə veriləcək. Al Məmməd Nəbiyev, Elmar Qasımov, Rəşidə Zülfüqarova, AzTV xəbər.